Bax, Qəmər, bax bu evdə böyümüşük biz hamımız. Balaca uşaqlar idik. Nənəm çıxardı oradan, pencərdən çağırardı. Ay Qasım, gəl bala çörəyi. Ha baxayım. Hələ bu limon da nənəmin əkdiyi limondur. Allah rəhmət eləsin. Deyirəm Qəmər, yol gələ-gələ fikirləşirəm. Deyirəm ki, bizim həyətimizdə toyuq var, cücə var, hündüşqa var, qaz var. Sən niyə mənə gedib mağaza yumurta saldırsan? Qonşu Fəridə yoxdurmu? Onun qardaşgil gəlmişdi şəhərdən. Dedilər yumurta istəyirik. Mən də nə qədər yumurta vardı, hamısını yığdım, 10 qəpikdən verdim, apardılar. Neçə verdin? 10 qəpik. Ay Qəmər, 10 köpüyə yumurta olar. Danışmışıq ki, bunu ən azı 20-25 köpükdən aşağı satmayaq da. Toyuq o boyda əziyyət çəkir. Toyuq adamı çəkib qırağa deməz ki, ya, mənim hörmətimi niyə belə uzuz eləyirsən, məni niyə belə dəyərsizləşdirirsən? Nə bilim, ay Qasım, mənim elə əvvəldən almaqdan, satmaqdan başım çıxmır. Nə bilim? Sən niyə gec gəldin ki? Şu xəbərin yoxdur sənlik, kənd dəyib bir-birinə. Niyə? Canım üçün, Salman yoxdur qonşu. Onun ətinə oğru deyil. Evdən qırı qızılını, pulunu hamısını yığıb aparıblar. Canım üçün. Salmanı belə dindirəndə oturub ağlayır ki, heç nəyim yoxdur. Tayvəlki dolanışığım yoxdur. Heç nə, bir qara qəpiyimiz yoxdur. Nə oldu, o qədər şey evindən nətər çıxdı? Belədir də, Qəmər, belədir. Allah ölənlərə rəhmət etsin. Rəhmətli atam həmişə deyərdi ki, varlı 40 ilə kasıblanır. Kasıb da 40 ilə varlanır. Onların elə nəyi düşün var? Onlar elə çox yeyəcəklər. Onda biz gecişirik də, Qasım? Gör neçə ildir biz hələ varlanmamışıq. Neyinirəm varlanmağı? Mənim yoldaşımın canı sağdırsa, uşağımın canı sağdırsa, mən elə özüm sağlamamsa, mən elə varlıyam. Canım üçün. Qadan alıram. Gedək təzə limonla çay verəcəm. Yan birində mən dərim, Qəmər. İrisin dəy, xırdalara dəymə. Sevirəm bu limonu. Aycan. İyinə bax, Qəmər. Çox qəşəng. Təmiz. Allah səni rəhmət eləsin, ay nənə.